Sabah paytaxtın qeyd olunan ərazilərində qaz kəsiləcək. Doğru xəbər Azərbaycan bildirir ki, bununla bağlı Azərqaz xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir. Dekabrın 29-u səhər saat 10-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin 3-cü yaşayış massivinin Şərq, Məmmədov, Nəzərov, Paşayev, Hasilov, Lomonosov, Çernyakov, Dağlıq, Əliyev və İsmailov küçələrinin qaz təchizatında müvəqqət fasilə olacaq. Bundan başqa Nəsimi, Yasamal rayonları üzrə isə Əliyev, Səfərli, Xəlilbəyli, İbrahimov, Əliyeva, Vidadi, Quliyev, Aslonov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Yaranacaq müvəqqəti fasiləyə görə Azərqaz İstehsalat Birliyinin rəhbərliyi həmin küçələrin abonentlərindən üzr istəyir.